Bilirdiniz, nar şarabların 99%-nə kraxmal, un qatırlar. Amma mən sizə bu dəfə qatqısız nar şarabı necə hazırlayıram onu göstərəcəm. Narı dənəliyirsiniz. Ondan sonra blenderdan narı təmiz suyunu çıxardırsınız. Daha sonra qoyursunuz qazın üzərinə, orta xodda qaynamağa. Tam gördünüz ki, artıq qıraqlarına kəfi yığılıbdır, onu yığırsınız. Ondan sonra şəkər, toz və duz əlavə edirsiniz, zövqə görədir. Mən məsəl üçün 10 kilo nara 1 stəkan şəkər tozu, 1 xörək qaşığı duz əlavə elədim. Vəssalam. Ondan sonra gür atəşdə ta ki nar şərab qatlaşana qədər bişirirəm. Qatlaşdıqda bu şəkildə olacaq. Baxın, bu cür mən çox qatı götürürəm. Çox dadlı olur, çox ləzzətli olur. Bankalara yığıb sərin yerdə saxlayırsınız. Vəssalam. Təmiz, qatqısız nar şərab. Balıq və ət yeməklərinin yanında çox ləzzətlə yeyəcəksiniz.